Bir saat yarıma gördüğünüz yeməkləri hazırladım. İlk öncə qarabaşaq hazırladım. Bizdə uşaqlar qarabaşağı çox sevirlər. Və mən onu da qeyd edim ki, qarabaşağı ilk öncə yaxşı yuyuram. Kərə yağında qovurub, sonra üzərinə su əlavə edirəm. Qovurduqda daha çox ləzzətli olur. Qarabaşaqla yeməyə toyuğun sinətindən lanqet elədim. Üzərinə bol paprika əlavə etmişəm. Özümə burada göbələk qızartdım və göbələyi qızartdıqdan sonra üzərinə biraz şüyüd doğrayıram. Belə dadlı olur. Burada deməli 3 bacı dolmasıdır. Mən burada 2 bacı eləmişəm. Dünəndən qiyməm qalmışdı. Bildim qiyməni bugün yeməyəcəklər. Spagetti ilə eləmişdim. Fikirləşdim necə dəyərləndirim, israf olmasın. Qiymənin içərisinə reyhan əlavə etdim. Belə deyək də 3 bacı dolmasının içliyini düzəltdim. Və evdə olan biber pomidorun İşliyini çıxardıb içərisinə doldurdum. Belə 3 bacı dolması pişirdim. 3 bacı yox, 2 bacı dolması. Badımcan yox idi deyə, həm də qiymə az idi. Badımcan olsa da çatmayacaqdı. Burada bir qarpızı doğramışam. Soyuducuya qoymuşdum. Soysun. Burada da bizim olmazsa olmazımız çoban salatı. Hər bir yeməyin yanında hər dəfə qeyd edirəm, çoban salatı yeyirik. Belə bugünün menüsü bu. Mən bunu paylaşıram. Bilirəm ki, bir çox izləyicilərimə maraqlı gəlir. Fikir olsun deyə paylaşıram.